Salam dəyərli izləyicilər. Xəbəriniz olsun ki, kiberdələduzluğun yeni növü peyda olub. Deməli, Çində 27 yaşlı gənc internetdə tanış olduğu qızla bir neçə ay danışıb, romantik söhbətlər eləyibdi və bu müddət ərzində qız ona çoxlu video şəkillərin, fotoların, şəhərdə gəzdiyi yerdə videoların, hətta bəzi hallarda canlı olaraq görüntülü də danışıblar. Və oğlan, qız ondan xahiş eləyibdi, yeni biznesini qurmaq üçün ona kömək eləsin. Həmin biznesin sənədlərini göstərib, yəni şəxsiyyət vəsiqəsinin, bütün sənəd dokumentlərini, hətta bəzi qohumlarının xəstə olduğunu əsas gətirərək ondan kömək istəyib və bu minvalla oğlan 3 ay ərzində ona $27.000, təxminən 200.000 Çin yuanı xərcləyib. Amma bir müddətdən sonra oğlanda bir şübhə yaranıb və qızla real görüş tələb eləyib və bundan sonra təbii ki, o bütün sosial hesablarda blokatlı və bununla bağlı polisə müraciət eləyəndə bəlli olubdur ki, bu oğlanın danışdığı dırnaqarası qız, yəni aylarla danışdığı şəxs kiberdələduzlardır, böyük bir qrupdur və onunla danışıb onun pulunu, vəsaitini ələ keçirdiblər. Bu, kiberdələduzluğun yeni bir növüdür. Yəqin ki, bir çoxu ilə qarşılaşmışsınız. WhatsApp-a zənglər gəlir, müxtəlif linklər göndərirlər, telefonla zəng edirlər və s. və axır. Amma bu yeni bir metoddur, daha müasir, yəni süni intellektdən istifadə edərək yaradılmış bir metoddur. Çox zaman deyirdilər ki, süni intellekt belə fayda verəcək, çox faydalıdır. Təbii onun müəyyən faydaları da var, heç bu danılmazdır, lakin bu cür hadisələrlə də rastlaşırıq. Çalışın ki, kiberdələduzlardan özünüzü qoruyasınız və məlumatlardan da xəbəriniz olsun.